Ekran açabilirsən. Şahid atası düz deyirdi. Valla mənim başım çıxmır telefonda. Qardaşım başladı. De. Evdə də heç kim yoxdur. Hə, Deməli, tamam. şahid atası düz deyir. Bir dənə rəhmətə gedən zat olsa biz kəndə gedə bilmirik. Bayaqları Bacıoğlu düz dedi. 10 mata Bakıdan poligona getsən, oradan 50 mat ya 40 mat ya 30 mat. Hə. 30 mata gedirsən kəndə. Xeyşara getmək olmur. Yəni bizim deməli bəlkə sənətdə bizim yollarımız asfaltdır. Bəlkə deyirəm. Hə. Qaldı ki, neçə illərdir elə bizim yollarımız belədir, haraca müraciət eliblər də, yəni heç kim yəni can verməyib belə, elə belə də qalıb bizim yollarımız. Mənim 49 yaşım var, Rafiq kişinin 60 neçə yaşı var məncə, səhv eləmirəmsə. Yox, 58 yaşım var. Deməli bizim axırıncı şahidimiz, müəllim, axırıncı şahidimiz gəldi dekabrın 10-u Qalib Mirzə Nürizada. Deməli icra hakimi gəldi, and olsun ilahi, mən heç kimdən qorxmuram, Allahdan qorxuram. Bizim icra nümayəndə biri çatır tutdu, biri baladiyə biri ayaqqabını çıxartdı, çapaq geyindi ona. Deməli o da mənim kimi insanda, yəni başa düşməlidir ki, bu yağış yağır, palçıqdır, şahid gəlib, bu yolu düzəltmək lazımdır. Deməli onu belə yola verdilər. Bizim icra nümayəndə, bizim baladiyə. Adı nə idi o bələdiyənin icra nümayəndəsinin? Şəhid gəlib cəmaət Safoqda o şəhidi qəbul eləyir də cənab. İcra nümayəndəsi Şamil Mirzəyə Bilirəm də, deməli icra hakimi gəldi, biri tezbazar çatır götürdü, yağış dəyməsin icraya. O da mənim kimi bir adamdır da. Yəni o yolu təmizləməlidir, düzəltməlidir. Elə vəziyyətdə cəmaət orada yaşayır, cavan qalmayıb orada, başıma dönüm. Hamısı evləri satıblar, çıxıblar. Hara gedirlər? Bax o kəndlərdə hara Gəlirlər Bakıya zada adi mən öz evimi 30 şort torpağın içində 4000'ə satdım çıxdım. 4000'ə. Niyə görə satdın getdin Ağsaqqal? Dolanış yoxdur da başıma dönüşdüm. Mən Bakıda qazanırdım, gəlirdim evdə 3-4 gün qalırdım, dolanış yoxdur. Neşədə bir odun gətirmək olmurdu, bir inək saxlamaq olmurdu, yarpaq gətirmək olmurdu.